Nəyə görə müəllimlər az maaş alır? Ha. Sualını ver görək. Nəyə görə müəllimlər az maaş alır? Nazirlikdə işləyən müəllimlər babat maaş alır. Niyə elə deyirsən ki? Gənc şairlə gənc nazirin əsas fərqi nədədir? Şair yazır, nazir isə spisat edir. Ağanatik diyetaya otursa nə olar? Ağanazik. Badımcan taksisini Ştafnoya aparsalar nə olar? Badımcan tutması. Yaxşı. Dekorasiyaların bədənini çəkmişsiniz, amma başını çəkməməsiniz. Niyə? Başlarını mən çəkmişəm, qardaş. Oy. Oy. Bakının... Ne o, heç nə. İnanın mənə bütün bu obrazlar həyatda yaşayır. İnanın mənə, səmimi sözlərimdir. Kimisi qonşumuz olub, kimisi tanışımız olub. Bakının ən mənzərəli yeri haradır? Opşi hamam. Hacıbala Abutalovla o qədər suallar var ki, elə bir mən Hacıbala Abutalovla köməkçisiyəm. Hacıbala Abutalov rəsmlə məşğul olmağa başlasa ilk rəsm əsəri hansı olar? İlk rəsm əsəri Maleviçin qara kvadratı olacaq. Kvadratı 1500 manata. Bununla da bu mövzuya nöqtə. Hansı Hollywood aktyoru Azərbaycanda yaşaya bilərdi? Richard Gere. Özdə soyadına görə yaxşı vəzifəyə də keçə bilər. Çox aktual sualdır. Yenə də bizə verirlər bu sualı. Metroda öpüşənlərə nə deyə bilərsiniz? Niyə biz, hə? Həmişə biz danışırıq. Soso gəldi oxudu biz. Metroda öpüşənlər biz. Metroda öpüşənlərə nə deyə bilərsiniz? Uşaqlar dil